hamısı bildirdi ki, əslində heç bir cinayət etməyiblər. Burada olmaq səbəbləri fəaliyyətlərinə görədir. Amma çox təəssüf ki, məhkəmə bizim arqumentləri qiymətləndirmədi, nə də onların son sözlərinə diqqət etmədi və hər birini ittiham olunduqları 7 maddə üzrə təqsirli bildi. Ülvi, Sevinç, digərlərinə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası verdi. İttiham tərəfi hər hansı bir cinayət hadisəsini eləməyini, etməyini, törətdiklərini sübut eləyə bilmədi. Buna baxmayaraq ki, qanunsuz, əsassız hökm çıxarıldı. Məhkəmənin gedişində də məlum idi. Ümumiyyətlə, o iş, cinayət işi icraata götürməli deyildi. Çünki sübutlar yoxdur, amma buna baxmayaraq yenə qanunsuz hökm çıxarılmalıdır. Əvvəl Ülvi Həsənli danışanda mən düşündüm ki, artıq bu bir zirvədir. Həddindən artıq mükəmməl bir çıxış elədi. Ardınca Sevinç Vaqif qızı, bəlkə ondan da yaxşı, Fərid Mehrəlzadə, Nərgiz Absalomova, Elnarə Qasımova, Hafiz Babalı, Məhəmməd Kekalov, hamısı ittiham elədi hakimiyyəti. İstəyirəm Azərbaycan xalqı bu gənclərlə fəxr eləsin. Azərbaycan gəncliyinin indiki bu möhtəşəm iradəsindən Azərbaycan xalqı qürur duymalıdır. Mən bir daha bugün əmin oldum ki, nəyə görə azad mətbuat susturulub. Baxın, bugünkü o məhkəmədə əgər aşkarlıq olsaydı, azad mətbuat olsaydı, bu gənclərin son sözləri ictimaiyyətə çatdırılsaydı, Azərbaycanda yer-yerindən oynayardı. Azərbaycan xalqı fərqində olardı ki, ölkədə necə bir mübariz gənclik yetişib. Onlar nə qədər özlərindən əmindirlər, nə qədər cəsurdular. Onlar bu məhkəmədə çox açıq şəkildə şərə meydan oxudular. Çox açıq şəkildə dedilər ki, onlar qətiyyən qorxmurlar bu şər rejimindən və onlar bu həbsdən daha da möhkəmlənərək çıxacaqlar. Daha da mütaliəli, daha da hazırlıq şəkildə çıxacaqlar və çıxan zamanda dərhal qaldıqları yerdən mübarizəni davam elətdirəcəklər. Onlar bu son sözləri ilə Əliyev rejiminin bu həbs, repressiyalar xofunu öldürdülər. Və bu qədər deməli iradə ilə, cəsarətlə, bu qədər açıq-aydın formada deməli rejimi ittiham elədilər. Onların həbsinin ən böyük mənası və mahiyyəti Əliyev rejiminin korrupsiyasını deməli araşdırmaq idi və hakimiyyəti də narahat edən bu idi. Bilirsiniz, bunlar istəyir ki, həm oğurluqla məşğul olsunlar, həm də heç kəs bunu ictimailəşdirməsin. Ona görə də bu gənclərin hamısı qürur duyulası gənclərdir.